Azad ərazilərdə yenidən qurulan yaşayış məntəqələrinin sayı artdıqca özünü məşğulluq proqramının əhatə dairəsi də genişlənir. Sakinlər bu proqram çərçivəsində özlərinə təsərrüfatlar yaradır, kiçik biznes qururlar. Bugün Ağdam, Ağdərə, Füzuli və Kəlbəcərdə daha bir qrup şəxsə kiçik dərzi sexi, qadın gözəllik salonu, polioqrafiya xidmətləri və kombi ustası və santexnika quraşdırılması üzrə avadanlıq təqdim edilib. Böyük qayıdış proqramı çərçivəsində artıq 600-ə yaxın sakinə özünü məşğulluq proqramı ilə ailə təsərrüfatı yaratmaq imkanı yaradılıb. İşsizliklə əlaqədar olaraq müraciət elədim məşğulluğa. Çox sağ olsunlar ki, bizim müraciətimizi qəbul elədilər. Avadanlıqla bizi təmin elədilər. Uzun müddətli bu yolu gözləyirdik. Sertifikatı aldıq. Təlimlərə qoşulduq, təlimləri keçdik. Mən evdə ev şirniyyətlərindən məşğul idim. Məşğulluğa da onun üçün müraciət eləmişdim ki, un məmulatlar, ləvazimatlar üçün. Çox sağ olsunlar, təşəkkür edirəm. Bizi təmin elədilər. Ümumilikdə indiyədək böyük qayıdış dövlət proqramı çərçivəsində 590 keçmiş məcburi köçkün özə məşğulluq proqramına cəlb edilmişdir və onlardan 315 nəfəri kənd təsərrüfatı istiqaməti, 275 nəfər isə istehsal xidmət istiqaməti üzrə aktivlərlə təmin edilərək onlara fərdi təsərrüfatların yaradılması təmin edilmişdir. Hazırki dövrdə isə növbəti 30 keçmiş məcburi köçkünə də özə məşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilir.